Hər vaxtınız xeyir olsun. Müsahibimiz Azərbaycan Respublikasının prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevdir. Xoş gördük sizi Ülvi müəllim. Xoş gördük, xoş gəlmişsiniz. Ülvi müəllim, deməli 13 ildir ki, Asan Xidmət fəaliyyət göstərir və bu müddət ərzində sual vermək istəyirik ki, Azərbaycanda neçə Asan Xidmət mərkəzi fəaliyyət göstərir hazırda və ümumiyyətlə birbaşa Asan Xidmətə çıxış olmayan şəhər və rayonlar varmı və gələcək planlarda bununla bağlı, bu boşluqların doldurulması ilə bağlı nələr nəzərdə tutulur? Buyurun. Çox sağ olun. Vaxt ayırdığınıza görə, bəli, artıq yüzümüzə gələn günlərdə Asan Xidmətin artıq 14-cü ili tamam olacaqdır və 2012-ci ildə 13 iyul tarixdə Cənab Prezident Asan Xidmətin yaradılması haqqında fərman imzaladı və əsas məqsəd də vətəndaşlara şəffaf, tamamilə bürokratiyasız, operativ və etik davranış çərçivəsində xidmətləri göstərməkdən ibarət idi və bununla dövlət, qulluqçu və vətəndaş münasibətlərində yeni yanaşmanın əsasının qoyulması idi əsas məqsəd. Və ötən bu illər ərzində Asan Xidmət ölkə rəhbərliyinin dəstəyi ilə və tapşırığı ilə qısa müddətdə həm keyfiyyət baxımından, həm kəmiyyət baxımından genişlənməyə başladı və bugün artıq ölkə üzrə 28 Asan Xidmət mərkəzi fəaliyyətdədir. Əlavə olaraq da 3 Asan Kommunal mərkəzi fəaliyyətdədir. Ümumilikdə 31 mərkəz, belə deyə bilərik. Və bu mərkəzlər bütün ölkəni region üzrə deməli, xidmət göstərir. Bütün ölkə vətəndaşlarına qeydiyyat yerindən asılı olmayaraq və artıq düşünürük ki, bu kifayət edir bu say, hansı ki, bütün əhaliyə xidmət göstərmək üçün. Çünki bilirsiniz, bundan əlavə 10 səyyar avtobus var. Bu Asan Xidmət mərkəzinin olmadığı regionlara səfərlər edirlər. Onlar tələbata uyğun 2 həftə və ya 1 ay ərzində həmin regionlarda qalırlar, qəsəbələrdə, şəhərlərdə və vətəndaşlara xidmət göstərirlər. Yəni bu 10 avtobus və 28 mərkəz ölkəni tam əhatə etdiyini düşünürük və mərkəz sayının artırılmasına artıq ehtiyac duyulmur. Yalnız işğaldan azad olunmuş ərazilərdə artıq növbəti mərkəzlərin olması planlaşdırılır. Məlum olduğu kimi, rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi dövrdə xidmətlərin təkmilləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Asan Xidmətdə hansı yeniliklər gözlənilir? Xüsusilə funksional yardımçı xidmətlərin artırılması nəzərdə tutulurmu? Təşəkkür edirəm. Bizim təqdimat var, icazə versəniz təqdimatla bu suallara cavab verək. Bugün Asan Xidmət 400-dən yuxarı xidmət göstərir. Onu da xatırladım ki, 2013-cü ildə biz 20 xidmətlə ilk fəaliyyətə başlandı, pilot olaraq 20 xidmətlə başlamışdı Asan. Bugün artıq 400-dən çox xidmət vətəndaşlara göstərilir və orta gündəlik müraciət sayı 40 minə yaxındır. Yəni hər gün 40 min vətəndaş Asan xidmətlərə müraciət edir, xidmət alır və onların məmnunluq səviyyəsi isə 99%-in üzərindədir. Artıq bu 13 il ərzində 99 milyondan çox müraciət olubdur. Bu həftə içində biz 100 milyonuncu müraciəti gözləyirik artıq olacaqdır və 9 milyon 194 min 817 unikal vətəndaş müraciət edibdir. Yəni, əhalimizin sayı 10 milyondan bir qədər çoxdur. Onların 9 milyon 200 minə yaxını Asan Xidmətdən yararlanıbdır. Bu o deməkdir ki, hər bir vətəndaş Asandan 9 ya 10 dəfə xidmətini alıbdır, bundan yararlanıbdır. Və bu il ərzində bizim indi görüşümüz artıq 26-cı ilin birinci yarısının sonuna təsadüf edir. Biz ilk 6 ayın da hesabatını səsləndirə bilərik. Bu il ərzində isə 5 milyon 900 mindən çox müraciət olubdur. Və 1 milyon 602 min unikal vətəndaş bu 6 ay ərzində müraciət edibdir Asana və xidmət alıbdır. Əgər biz dinamikaya baxsaq, bu hər il artım üzrə gedir və bu ilin də ilk 6 ay nəticələri göstərir ki, vətəndaş müraciətlərin sayı artmışdır. Burada bir rəqəmə diqqət yetirmək istəyirəm. 2026-cı ilə qeyd etdiyim kimi 5 milyon 902 min müraciət olubdur və onların 72%-dən rəy alınıbdır. Yəni 4 milyon 252 min vətəndaşdan biz soruşmuşuq. Razı qalmısınız Asandan, narazı qalmısınız, narazılıqsa problem nədədir? Bu çox böyük rəqəmdir. Biz vətəndaş məmnunluq səviyyəsini deyərkən
əlbəttə topladığımız rəy sorğularından, şikayətlərdən, sosial hesablara gələn yazılardan, müraciətlərdən hamısını toplayıb ümumiləşdiririk, analiz edirik və 72% gələn vətəndaşların 72%-dən rəy toplamaq kifayət qədər ciddi bir mənbədir, mötəbər mənbədir. Yəni 3-5 adamdan soruşaraq bu rəy sorğusunun rəy nəticələrinə gəlinmir. Və ümumilikdə fikir versəniz 5 milyon 902 min müraciətdən 1379 şikayət olub 6 ay ərzində. Yəni ümumi müraciətlərin 0,23%-də biz bu şikayət olubdur. Ümumilikdə isə yenə də 99%-dən çox vətəndaş məmnun olubdur. Bu kifayət qədər böyük rəqəmdir. Bu hardasa qeyd etdiyim kimi 28 asan xidmət mərkəzi və 3 kommunal mərkəz, yəni 31 mərkəz və gündəlik 40 min müraciət olur. Gün ərzində 5-6 şikayət olur. Yəni bu qədər fərq var və bu bizim üçün əlbəttə sevindirici bir haldır. Şikayətlər isə 7 mənbədən toplanır. Qeyd etdiyim kimi rəy sorğularından biz indi təqdim edəcəyik. Əməkdaşlar hər bir pəncərədə vətəndaş rəyini bildirə bilir, xidmətdən razı qaldı yoxsa yox. Eyni zamanda könüllərimiz rəy sorğuları keçirirlər, razısınız yoxsa xidmət bitdikdən sonra. 108 çağrı mərkəzimiz var, ora müraciət edə bilir vətəndaşlar. Sosial şəbəkələrdə çox aktiv səhifələrimiz var. Asan xidmətin ümumiyyətlə sosial hesabları dövlət orqanları içində ən çox izləyicisi olan bir hesabdır. 500 mindən çox izləyicisi var və oradan biz müraciətlər alırıq. Elektron poçt vasitəsilə, elektron müraciət köşkü vasitəsilə və bütün bu rəqəmsal belə deyək, yollardan istifadə edə bilməyən vətəndaşlar üçün şikayət təklif jurnalı var. Orada yaza bilirlər. Yəni bütün segmentlər üzrə vətəndaşlarımızdan 7 mənbədən biz rəy və fikirlərini öyrənirik, şikayətlərini alırıq və xüsusi bizim data idarəetmə sistemi var. Orada real vaxt rejimində bütün müraciətlər analiz olunur və harda, hansı hissədə biz biznes prosesi inkişaf etdirməliyik, harda boşluq var, onu aradan qaldırmalıyıq, prosesi optimallaşdırmalıyıq və dərhal biz ona müdaxilə edə bilirik. Və asan xidmət qeyd etdiyim kimi 20 xidmətlə başlamışdı, artıq 400 xidmət var və demək olar ki, vətəndaşların gündəlik ehtiyacı ola bilən bütün xidmətlər bir platformada təqdim olunur, göstərilir və xidmətlərin sayının artırılması Cənab Prezidentin fərmanı ilə müəyyən olunur və gələcəkdə də hər hansı xidmət veriləcəksə bu fərman əsasında müəyyən olunacaqdır. Amma ümumilikdə demək istəyərdim ki, bu illər ərzində asan xidmətdə göstərilən xidmətlərin sayı kifayət qədər artırılıb, hansı ki artıq vətəndaşlarımız onlara lazım olan xidmətlərin böyük əksəriyyətini asan xidmətə gəlməklə bir pəncərə prinsipi ilə ala bilirlər. Ümumilikdə biz asan xidmət işlədirik, cəmiyyət biz asan xidmət kimi tanıyır. Bu konseptin ümumi adı və qurumun adı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyidir. Nəyə görə bunu vurğulayıram? Bu hələ 13 il əvvəl Cənab Prezidentin rəqəmsal transformasiyaya başladığını artıq sübut edən amillərdən, təşəbbüslərdən biridir. Çünki vətəndaşlara xidmət və innovasiyaların bir hibrid bir konseptidir. Biz vətəndaşlara xidmət etməliyik şəffaf, sıfır bürokratiya ilə, operativ, amma bunu innovasiyalar yolu ilə, innovativ metodlarla, rəqəmsal həllər tətbiq etməklə bu xidmətləri təşkil etməliydik və məhz bu asan xidmət konsepsiyasının əsas nüvəsi də budur. İnnovasiyalarla xidmətlərin, vətəndaşlara xidmətlərin birləşdirilməsi və bunların hibrid təqdim olunması. Ona görə də asan xidmət öz fəaliyyətinə başladığı ilk gündən texnoloji yeniliklərə, rəqəmsal həllərə, innovativ metodlara üstünlük veribdir. Bu sahədə dünyanın ən qabaqcıl innovasiyalarının araşdırılması və dövlət xidmətləri sahəsində tətbiq edilməsi ilə bağlı xüsusi iş aparıbdır. Və bu ötən illər ərzində də biz əgər nəzər yetirsək, asan xidmətin yarandığı dövrə qədər ölkəmizdə rəqəmsal həllərin, innovasiyaların tətbiqi səviyyəsi və asan xidməti Cənab Prezident yaratdıqdan sonra bu sahədə görülən işlər və innovasiyaların tətbiqi baxımından ölkənin gəldiyi bir yol kifayət qədər aydın görsənir, nə qədər inkişaf edibdir və
Asan öz gündəlik idarə etməsində mütləq bu texnoloji həllərdən istifadə edir. Asan müraciət portalını sizə təqdim etmək istərdim. Bu bir mobil tətbiqdir vətəndaşlar üçün. Hər bir vətəndaş onu öz telefonuna yükləyir və infrastruktur təyinatda hər hansı bir problem görərsə, onun şəklini, videosunu çəkib sistemə göndərə bilir. Deyək ki, yolda problem oldu, kommunal hansısa xidmətin ciddi bir problemi oldu, ekoloji məsələlərlə bağlı, müxtəlif infrastruktur məsələləri və dərhal sistem onu aidiyyatı üzrə o problemə məsuliyyət daşıyan quruma göndərir. Və hər bir vətəndaş telefonunda izləyə bilir onun müraciəti hansı quruma getdi, kim icra edəcək, problemi həll edəcək və neçə günə həll etməlidir və sonda o baxıb problem həll olunursa qiymətləndirə bilir dövlət orqanı ki, bu problem həll olundu yoxsa yox. Misal üzərindən göstərmək istəyirəm. Görürsünüz, vətəndaş şəklini çəkib yoldakı bu problemi və daha sonra icra olunubdur, o problem həll olunubdur və vətəndaş ona baxıb qiymətləndirə bilir. Bugün artıq ilk bunu biz Bakı və Sumqayıt şəhərlərində başlamışdıq. Bugün artıq Respublikanın bütün şəhərlərində, rayonlarında istənilən yerdə vətəndaşlarımız bu sistemdən yararlana bilər. Bu həm də problemlərin həllində vətəndaş iştirakçılığını təmin edən bir sistemdir. Yəni vətəndaş problemi sadəcə müşahidə etmir, problemin həll olunması üçün dövlət orqanlarına öz yardımını göstərir. Yəni ilkin məlumatlandırmaqla, operativ məlumatlandırır, sadəcə şəklini, videosunu çəkib göndərməklə dövlət orqanlarını prosesə daha operativ müdaxilə etməyə imkan yaradır. Asan viza sistemi, bu elektron viza sistemidir. 2017-ci ilə Cənab Prezidentin fərmanı ilə yaradılıbdır. Bugün əcnəbilər Azərbaycana tamamilə elektron viza almaqla qısa müddətdə öz istəklərinə uyğun olaraq 3 saat ərzində və ya 3 gün ərzində elektron viza alıb ölkəyə gələ bilirlər və bu illər ərzində 5 milyondan çox viza verilibdir əcnəbilərə və burada sistemi maraqlı edən digər faktorlardan biri də Azərbaycanı gələn əcnəbilərin rəylərinin alınmasıdır. Yəni onlar ölkəni tərk etdikdən sonra sistem avtomatik onların e-maillərindən sorğu göndərir, elektron poçt ünvanlarına ki, nədən razı qalıblar, nədən narazı qalıblar və onlardan yığılan fikirlər xüsusi machine learning deyilə, maşın öyrənmə sistemi vasitəsilə təhlil olunur və bu təhlil nəticələri aidiyyatı təşkilatlara göndərilir. Məsələn, burada görürsünüz, süni intellekt əsaslı sentiment analizlə rəylər avtomatik təhlil olunur. Yaşıl rəngdə yazılanlar bura gələn turistlərin razı qaldığı sahələrdir. Qırmızı olanlar isə daha çox problem yaşadıkları negativ hallardır. Məsələn, şəhərimizlə bağlı, bizim mətbəxlə bağlı, otellərimizlə bağlı, muzey ilə bağlı daha çox insanların özü ilə bağlı daha çox müsbət rəylərdir. Transportla bağlı müəyyən, o da bütün dünyada bu əslində olur. Biz də harasa gedərkən daha çox nəqliyyatla bağlı problemlər yaşaya bilirik. Amma ən əsası odur ki, bu rəylər, fikirlər təhlil olunur və analiz olunur və bu prosesin, problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlara biz bunu göndəririk. Asan ödəniş, bu ödəniş sistemidir və 10 mindən çox terminalı var. Bundan əlavə deməli portaldır, hansı ki orada 690-dan çox ödəniş imkanı var. Yəni vətəndaşlarımız rüsumlarını buradan ödəyə bilirlər, kommunal haqlarını buradan ödəyirlər, cərimələr buradan ödənilir və bu sistem bütün aidiyyatı orqanların informasiya sistemləri inteqrasiya olunubdur. Real vaxt rejimində vətəndaşlar həm belə deyək, cərimələnibsə onun nəticəsini görə bilir və dərhal ödənişini edə bilirlər. Asan xidmət yeganə təşkilatdır ki, innovasiyalar üzrə idarəetmə sistemi beynəlxalq ISO sertifikatına layiq görülübdür. Qeyd etdiyim kimi, əgər bizim fəaliyyətimizin əsas istiqamətlərin biri innovasiyadırsa, əlbəttə onun idarəetməsi də innovasiya üzrə idarəetmə sisteminə uyğun olmalıdır. Yəni burada ümumiyyətlə təşkilat daxili innovasiya ekosistemi formalaşdırılıbmı? İnnovativ layihələr bu asan xidmət mərkəzində tətbiq edilirmi? Onun maarifləndirilməsi aparılırmı? Və proseslərin innovativ təşkili həyata keçirilirmi? Bu meyarlar üzrə beynəlxalq qiymətləndirici şirkət tərəfindən Asanın daxili idarəetmə modeli qiymətləndirilib və bu sertifikata layiq görülübdür. Və sizin toxunduğunuz Asan xidmətdə
o yeni rəqəmsal həllərin tətbiqi ilə bağlı onu deyim ki, Asan Xidmət 24-cü ildən etibarən süni intellekt əsaslı həllər tətbiq edirik daxili idarəetmədə. Xüsusilə də data əsaslı qərar vermə sistemi tam bizdə formalaşıbdır. Bu nə deməkdir? Yəni, agentliyin sədri və ya başqa idarə edən menecerlər tərəfindən intuisiyaya əsaslanan, güman edirəm ki, düşünürəm ki, bu tipli düşüncələrlə qərar verilmir. Burada bütün qərarlar dataya əsaslanır. Yəni, sistem, qeyd etdiyim kimi, vətəndaşlarımızdan topladığımız rəylərin, təkliflərin, şikayətlərin, xidmətlərin müddəti, xidmət standartlarına uyğun o meyarlar əsasında real vaxt rejimində toplanan datanın əsasında sistem bizə proqnozlar verir. Yəni, bugün biz bir qərar verə bilərik, amma bu qərar icrada hansı nəticələr doğurur, onu real vaxt rejimində görə bilirik, müşahidə edə bilirik və əgər yolunda getməyən bir məsələ varsa, ona real vaxt rejimində müdaxilə edə bilirik və qərarlarımızı dəyişə bilərik bununla və ya yeni qərar verə bilərik. Yəni, Asanın daxili idarəetmə modeli tamamilə data əsaslı qərar vermə mexanizminə əsaslanır. Misal göstərmək istəyirəm sizə. Hər bir xidmətin bir standartı var Asan Xidmətdə. Misal üçün, şəxsiyyət vəsiqəsi xidməti üçün vətəndaş müraciət edibsə, ona xidmət pəncərəsində maksimum 10 dəqiqə xidmət göstərilməlidir. Yəni, 10 dəqiqəni keçməməlidir xidmət prosesi. Əgər hansısa mərkəzdə, hansısa xidmətdə artıq 10 dəqiqədən artıq vətəndaş bu xidmət üçün pəncərədə əyləşibsə, sistem monitoring departamentinə, nəzarət departamentinə artıq bir bildiriş göndərir. Ki, filan, misal üçün çəkirəm, Balakən Asan Xidmət Mərkəzində filan nömrəli pəncərədə vətəndaş artıq 11-ci dəqiqədir pəncərədə oturubdur. Və nəzarət şöbəsi, eyni zamanda həmin Asanın rəhbərliyi dərhal o pəncərəyə müdaxilə edə bilir. Görəsən, problem nədir? Nəyə görə bu qədər gecikdirilib? Yəni, operativliyin aşağı düşməməsi üçün. Və bütün bunlar bütün xidmətlər üzrədir və bütün mərkəzlər üzrədir. Və yaxud da mən sizə göstərmək istəyirəm nümunə şikayətlərin idarə edilməsi sistemidir. Ötən 2 həftə ərzində biz 209 şikayət toplamışıq. Onlar hansı mərkəzlərdəndir bu şikayətlər? Hansı xidmətlərdəndir? Şikayətin məzmunu nədir? Onu biz görə bilirik və mərkəzlər üzrə, xidmətlər üzrə və bizim operatorlar üzrə, yəni əməkdaşlarımız üzrə bir performansı çıxarda bilirik. Və bununla biz həm də real vaxt rejimində asanlarda nə baş verir, hansı yeni problem yarandı və ya hansı problem daha da dərinləşir, görə bilirik və ona müdaxilə, aradan qaldırması üçün ona müdaxilə edə bilirik. Bütün bunlar həmin o data əsaslı qərar vermə sistemimizin bir komponentləridir. Məsələn, operatorların fəaliyyət xəritəsi. Hər bir operator 8 saatlıq iş vaxtında neçə saatını işləyib, neçə vaxtını istirahət vaxtından necə istifadə edibdir, nə qədər vətəndaş qəbul edibdir, barəsində şikayət olubmu, olubsa əsaslıdır ya əsassızdır. Buna uyğun hər bir əməkdaşımızın bir performansı, həftəlik, günlük və aylıq performansı ortaya çıxır ki, sonda qiymətləndirmədə bütün bunlar nəzərə alınır. Və süni intellektlərin tətbiqi çox vacibdir. Qeyd etdiyim kimi, artıq 2024-cü ildən etibarən biz süni intellekt həllərinin tətbiqinə başladıq Asan Xidmətdə və çox yaxşı nəticələr əldə edirik. Bizim çağrı mərkəzi artıq tamamilə süni intellekt əsaslı xidmətə keçid edir. İndi pilot olaraq müəyyən komponentlərini artıq istismara vermişik, amma bu il artıq tamamilə çağrı mərkəzi süni intellekt əsasında işləyəcəkdir. Bu nə deməkdir? Bu 24/7 fasiləsiz çağrı xidmətini göstərə bilmək deməkdir. Vətəndaşların gözləmə müddətini 0 saniyəyə endirir. Yəni, istənilən vaxt zəng etsələr, gözləmədən birbaşa suallarına cavab ala biləcəklər. Və bütün zəngləri 100% qiymətləndirə biləcək ki, zənglərə cavab ətraflı oldu, məlumatlandırma tam oldu, davranış, müraciət forması hansı səviyyədə oldu, onlar qiymətləndirilə bilir. Situasiya mərkəzimiz var. Orada biz indi mən sizə tanış etmək istərdim, o mərkəzlə buradadır. Bütün mərkəzlərdə video müşahidə ilə əməkdaşlarımızın davranışına baxılır. Yəni, bilirsiniz,
Asan xidmət bugün deyir ki, şikayətlərin sayı 0,23%-dir. Bunun səbəblərindən biri də Asanda tətbiq olunan bu həllərdir. Məsələn, situasiya mərkəzi kimi həllər. Biz bununla nöqsanlarımızı özümüz qabaqcadan görüb aradan qaldırırıq ki, artıq vətəndaş narahat olmasın, vətəndaş şikayətinə səbəb olmasın və bununla preventiv tədbirlər görmüş oluruq. Misal üçün, bizim üçün vacibdir vətəndaşla gülərüz davranmaq, vətəndaşla göz təmasını düzgün qurmaq, vətəndaş qarşısında doğru bir formada əyləşmək və suallarına cavab vermək. İsimliyimiz yerimizdə olmalıdır. Vətəndaş qarşısında digər işlərlə məşğul olunmamalıdır. Telefonla danışmaq və ya digər əməkdaşla danışmaq və s. bu tipli. Situasiya mərkəzi məhz bu cür nöqsanları fiksasiya edir və vətəndaşın narazılığını yaratmamışdan əvvəl, yəni vətəndaşdan daha tez bunu görür və əməkdaşlara bir xəbərdarlıq olunur ki, onlar bu qaydalara əməl etsinlər. Və burada artıq süni intellekt tətbiq olunub. Misal üçün, mobil telefondan istifadə edirsə, xidmət yeri boşdursa və yaxud da əməkdaşın isimliyi yerində deyilsə, artıq burada sistem özü avtomatik müəyyən edir və aidiyyatı mərkəzə göndərir ki, o əməkdaş yerinə qayıtsın və yaxud da xidmət prosesini poza biləcək o hərəkətləri də çəkinsin, isimliyi yerində olsun və s. Bunlar texniki belə görünə bilər, amma yekunda vətəndaş məmnuniyyətini təmin edən həllərdən biridir. Vətəndaş axının idarə olunması tamamilə süni intellekt həllidir. Yəni, biz görə bilərik ki, mərkəz 4 mərtəbəli bir binadır, amma daha çox vətəndaş ikinci mərtəbənin hansısa bir hissəsinə fokuslanıbdır, digər yerlər boşdur. Sistem özü bunu müəyyən edir və bunun səbəblərini açıq göstərə bilir. Ən çox müraciət olunan xidmət yan-bayan eyni mərtəbədədir, yan-bayan pəncərədədirsə, təbii ki, vətəndaşlar daha çox ora axın edəcəkdir. Bax, bu həllin köməyi ilə biz vətəndaş axınını idarə edə bilirik. Pəncərələrdə vətəndaşların düzgün bərabər paylanılmasını ki, bu da sıxlığın yaranmasının qarşısını alır, vətəndaşların narahat olmaması üçün preventiv tədbirlər görməsinə bizim üçün şərait yaradır. Və süni intellekt əsaslı audit sistemi. Biz deyirik ki, vətəndaşlar 99% məmnundur Asan xidmətdən. Amma bu o demək deyil ki, hər bir vətəndaş mütləq bura gəldisə 99% xidmət ala bilir. Təbii ki, onun sənədlərində hüquqi problem varsa, çatışmazlıq varsa, ona imtina olunur xidmət göstərməkdən. Və bu halda siz təsəvvür edin, 40 min müraciət olursa, hardasa 1000-ə yaxın imtina ola bilər və bu 1000 imtinanı Asan xidmət araşdırmalıdır ki, bu əsaslı imtinadır, yoxsa əsassız imtinadır. Yəni, qanuna uyğun buna imtina olunubdur, yoxsa hansısa bir subyektiv yanaşma var. Və bütün bunlar üçün böyük bir hüquqşünas ordusu lazımdır ki, gündəlik, real vaxt rejimində bunları analiz etsin. Çünki əgər imtinanın səbəbi hüquqidirsə, orada biz vətəndaşa izah edirik ki, bax, bu səbəblərə görə sizə xidmət göstərilə bilmir. Əgər imtinanın səbəbi hansı bir hüquqa söykənmirsə, subyektiv yanaşmadırsa, biz o xidməti göstərən təşkilata biz bildiririk ki, bu xidmət göstərilməlidir. Və bunun üçün böyük bir insan resursu, hüquqşünas ordusu lazımdır və bunu tək-tək incələsin və qərar versin. Amma bu süni intellekt əsaslı audit sistemi hər bir imtinanı qısa saniyələr ərzində müəyyən edə bilir ki, bu imtina əsaslıdır yoxsa əsassızdır və ona uyğun artıq Asan xidmətdə qərar verilir, necə davranmaq lazımdır. Bütün bunlar, yəni daxildə tətbiq olunan bu innovasiyalar, bu rəqəmsal həllər bizə imkan verir ki, xidmətləri ilk növbədə şəffaf göstərilməsini təmin edək, xidmətlərdə əlavə sündürməçiliyin, bürokratiyanın qarşısını ala bilək, xidmətləri maksimum operativ həyata keçirə bilək və sonda Asan xidmətin qarşısına qoyulan o vəzifə ki var, vətəndaş məmnunluğunu təmin etmək, bu vəzifənin öhdəsindən gələ bilək. Bu baxımdan əlbəttə ki, rəqəmsallaşma çox vacib bir amildir. Və biz ötən ilin sonu xüsusi Asan AI Hub deyilən bir platformanı istifadəyə verdik. Bu nədir? Bugün süni intellekt həllərini yaradan araşdırma mərkəzləri var, universitetlərimizdə laboratoriyalar var və yaxud da şirkətlər var bununla məşğul olan, startaplar var və bir də
öz gündəlik fəaliyyətində süni intellekt həllərini tətbiq etmək istəyən, öz problemlərini bu həllər vasitəsilə həll etmək istəyən təşkilatlar var, şirkətlər var. Və biz düşündük ki, bu platforma vasitəsilə biz süni intellekt həllərinə ehtiyacı olanlarla bu cür həlləri yaradan subyektlər arasında bir görüşmə nöqtəsi, bir platforması yarada bilək. İstənilən şirkət, dövlət təşkilatı, əgər onun bir çağırışı varsa, bir problemi varsa, onu burada elan edir bu platforma vasitəsilə. Araşdırma mərkəzləri, universitetlər və startaplar, eyni zamanda şirkətlər onların o çağırışına, probleminə uyğun həllər, yalnız süni intellekt həlləri təklif edir. Və nəticədə onlar bəyənirsə bu həlli, orada artıq yeni bir biznes qurulmuş olur. Və bu Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq yaradılmış bir platformadır. Çünki onun tapşırığında əsas məqam ondan ibarətdir ki, dövlət orqanları, təşkilatlar, eyni zamanda özəl sektor müasir həllərin yaradılmasında beyin mərkəzi ilə, araşdırma mərkəzləri ilə, startaplarla, universitetlərlə, elmlə bir vəhdət şəklində çalışsınlar, işləsinlər və bu da bunun üçün şərait yaradan platformalardan biridir. Ülvi müəllim, gəlin Asandakı yeniliklərlə əyani tanış olaq. Bizdə Azərbaycanda belə söz var, 100 eşitməkdənsə bir görmək yaxşıdır. Ona görə dəvət edirəm Asan xidməti həm də görə-görə bu məlumatları əldə edək. Qeyd etdiyim kimi gündəlik 40 min vətəndaş gəlir, yəni hər bir mərkəzə Bakı şəhərində 3000-4000 arası hər bir mərkəzə vətəndaş müraciət edir və bu da bizim ən böyük mərkəzlərimizdən biridir, 7 saylı Asan Xidmət Mərkəzi. Mükafatlarımız buradadır. BMT-nin dövlət xidmətləri mükafatı, ən qabaqcıl dövlət xidmətləri mükafatı. Bu Cənab Prezidentin ilk bizə xeyir duası öz xətti ilə yazdığı xeyir duası da açılışda bizə təqdim etmişdir. Bizim innovasiya idarəetmə sistemi sertifikatımızdır və digər möhtəbər sertifikatlar. Yəni, dövlət xidmətləri sayəsində dünyada mövcud olan bütün möhtəbər mükafatları Asan Xidmət alıbdır. Bura bizim İnnoland mərkəzidir. Qeyd etdiyim kimi, ikinci digər fəaliyyət sahəmiz innovasiyalardır. Və biz də İnnoland mərkəzi yaratmaqla Azərbaycanın yerli startaplarına dəstək göstərilir, inkubasiya və akselerasiya proqramları vasitəsilə. Yəni, gənclər, onların bir biznes startapı ideyası varsa, o ideyanın biznesə çevrilməsi üçün lazım olan bir mühit burada formalaşdırılıbdır. Burada gördüyünüz gənclər startapçılardır, onlar öz innovasiyalarını inkişaf etdirirlər. Azərbaycan dövlətinin də yaratdığı bu şərait odur ki, onlar burada tamamilə pulsuz infrastrukturdan istifadə edirlər. Eyni zamanda İnnoland vasitəsilə biz onlara investorların tapılmasında dəstək oluruq. Müəyyən təlimlərə cəlb olunurlar, təqdimat bacarıqlarını inkişaf etdirmək üçün, sonra beynəlxalq əlaqələrin yaradılması üçün. Silikon vadisi ilə oradakı şirkətlərlə əməkdaşlıq qurulubdur. Onlar müəyyən təlimlər, müəyyən mentor təlimləri və s. həyata keçirir bizim Azərbaycanlı yerli gənclər üçün. Ümumilikdə 100-dən çox bu günə qədər startapçı buradan faydalanıbdır və 29 milyon manat investisiya cəlb olunubdur bu startaplara. Və burada xüsusi diqqət çəkən məqam da odur ki, bu investisiyanın 80%-i xarici investisiyadır. Yəni, xarici ölkələrin investorları Azərbaycanın yerli startaplarına investisiya yatırıbdır. Və bu proses də davamlı olaraq gedir, davam edir. Ümumilikdə 100-dən çox bu dövr ərzində startap olub, onlardan 4-ü beynəlxalq səviyyədə, belə deyək, startap dili ilə desək, exit edibdir. Yəni, öz startaplarını açıq bazara sata bilibdir. Bu da böyük göstəricidir. Çünki, belə deyək, bu sahədə belədir ki, vəziyyət ola bilər yüzlərlə startap olsun və illərlə buna vaxt sərf olunsun, amma
bunun yekunda uğurlu biznes kimi dünya bazarına çıxışı çox olmaya da bilər və ya çox az ola bilər. Amma 4 startupın exit etməsi bu kifayət qədər böyük göstəricidir, yaxşı nəticədir. Bura Bilim Bakı mərkəzidir. Bu fərqli bir konsepsiyadır. Burada 6-14 yaş arası uşaqlar məktəbdən kənar bura gəlirlər və gördüyünüz kimi burada sahibkarlıq laboratoriyası var, astronomiya laboratoriyası var, riyaziyyat, dizayn, təbiət elmləri laboratoriyası. Bir gün ərzində bu laboratoriyada onlar əylənərək öyrənək prinsipi ilə deməli öyrənirlər. Nədir sahibkarlıq laboratoriyası? Bu 6, 7, 8, 10 yaşlı uşaqlar burada nə olmaq istəyirlər gələcəkdə, nəçə olmaq istəyirlər, kim olmaq istəyirlər, onunla bağlı arzularını qeyd edirlər və sonra burada əldə etdiyi biliyin biznesə necə çevirmək olar, onun yollarını öyrənirlər. Yəni öz məhsullarını yaratmaq, onun marketinqini aparmaq, necə ola bilər, necə edə bilərlər, onu öyrənirlər. Bu çox vacibdir, çünki artıq uşaq yaşlarından uşaqlar biliyin biznesə çevrilməsi, biliyin tətbiqi, real həyatda, təcrübədə tətbiqi yollarını öyrənmiş olurlar, vərdişlər öyrənmiş olurlar. Bu astronomiya otağıdır. Burada uşaqlar kosmosla maraqlanırlar. Baxın, Marsda koloniya salıblar, süni peyk yaradıblar. Bunlar öz əlləri ilə bir növ toxunurlar prosesə və nəticədə onların mühəndislik arzuları yaranır. Yəni, gələcəkdə böyüyənə nə olmaq istəyirsən, onlar artıq texnoloji elmlərə yönəlirlər. Mühəndislik peşəsini sevməyə başlayırlar. Yəni, kiçik yaşlarından bu sistemi tətbiq etməklə. Bu, riyaziyyat laboratoriyasıdır. Ola bilər, məktəbdə çox vaxt riyaziyyatdan çətinlik çəkirlər, amma burada onu əylənərək öyrənməklə bir növ riyaziyyat elminə maraqları formalaşır. Salam uşaqlar, necəsiniz? Bura imtahanla gəlir uşaqlar, 80 nəfər il ərzində seçilir, 6-7-8 sinif uşaqları və onlar bu 2 il ərzində bu modullar, robototexnika, kibertəhlükəsizlik, proqramlaşdırma, dizayn, süni intellekt bu modullar öyrənirlər. Sonra onlar komanda şəklində öz məhsullarını yaradırlar, məhsulların prototipini yaradırlar. Burada onlar üçün xüsusi şərait var, özləri öz məhsulunu yaradır və onun proqramını yazırlar, hazırlayırlar. Bu, gələcəkdə əlbəttə bu texnoloji elmlərə marağı oyadır. Necəsən dostum? Yaxşıyam. Özümü birinci təqdim edeyim. Mən 9-cu şagirdi, Ayxan Əlidir. Deniyapı şagirdiyəm. Artıq 2 ildir qurtarmışam. İndi bu dəfə yağış şeydir, yəni birinci ilim qalır. Baxın, birinci ilim qalır. Aha, nə düzəldirsən? TV panelcadan. Bu avtonomdur. Oradakı gördüyünüz də bizimdir. O manualdır. Onu biz hərəkət etdiririk. Bu isə özü edir. Bu özü hərəkət etdirir. Bunun bu hamısını özün hazırlamışsın. Proqram təminatını da özün yazmışsan. Nə edəcək bu? Funksiyası nədir? Funksiyası bu stabilikdən asılıdır. Yəni bizim verdiyimiz əmrdən asılıdır. Məsələn, eğer əmr verirək ki, məsələn, hər hansı izləyib kəşfiyyat etmək və ya da izləyib, məsələn, hər hansı ekoloji vəziyyətə öyrənmək, ümumiyyətlə hər şey olur da, yəni buradan. İnterneti əvvəlcə göz ki, bir dənə otomasyon öyrənir. Baxın, 9-cu sinif uşağı özü çipləri də yerləşdirib, proqramını yazıb, maketi qurub. İnternetə bağlandıqdan sonra... Ölkəmizin gələcəyi parlaqdır. İnternetə bağlandıqdan sonra bu başlayıb məlumatlar verməyə, bunun altında da sensorlar var. 1, 2, 3, 4. Bu divar izləmək üçündür, yəni divar izləmək, divar tam sıfırlamaq üçündür. Bu isə dərinlikdir, avtovant, yəni avtomatik. Sınaqdan keçirirsən, yoxsa hələ yazırsan? Hələ ilkin bizdə prototip sınağını eləmiş ki, yəni qanatdan bir yerdə atmışıq ki, yəni düzgün uçurmu, yəni aerodinamikası düzgündür. Belə ilk əllə uçanda, atı uçur da, amma indi tam sistemdə hələ yox olmuş, hər deyir. Uğurlar sənə. Bu yarışa hazırlıqdır, yoxsa nədir? Bu sadəcə bir komanda yiyirmişik. Bu günlər mənim günüm idi. Mən bir gün olub gəlmişəm, o bir gün olub gəlməyəcəm. Bunu ilk mən yığıram, mən proqramistdən elektronikasıyamda. Bunu yığıram, ondan sonra da bunu... Başa düşdüm. Hansı məktəbdənsən? Mən Şuşa. Şuşa bir nömrə tam oxumur. Şuşa bir nömrə tam oxumur. Qarabağdan gəlmişəm. Oradan gəlmişsən, Şuşadan gəlmişsən. Bəli. Halaldır sənə. Biz gərək Şuşada bunun yenisini yaradaq ki, sən bir də bura gəlməyəsən, hə? Yəni, əziyyət çəkib gəlməyəsən. Uğurlar sənə. Çox sağ olun. Şad oldum. Görürsünüz, Şuşa bir nömrəli məktəbin yetirməsi.
Ülvi müəllim, siz bir qədər əvvəl qeyd elədiniz, işğaldan azad olmuş ərazilərdə fəaliyyət göstərən Asan Xidmət mərkəzləri ilə bağlı. Ümumiyyətlə, Şuşada 2 ildir ki, artıq Asan Xidmət mərkəzi fəaliyyət göstərir. Bilirik ki, artıq məskunlaşma sürətlənir işğaldan azad olmuş ərazilərdə. Gələcəkdə daha hansı işğaldan azad olmuş ərazilərdə Asan Xidmət mərkəzləri fəaliyyət göstərəcək? Bununla bağlı planlarınız varmı? Buyurun. Hal-hazırda işğaldan azad edilmiş 3 şəhərdə Asan Xidmət Mərkəzinin yaradılması planlaşdırılır. Bu, Ağdam şəhərində, Cəbrayıldə və Laçındadır. Onlar regional mərkəz olacaqlar və ətraf rayonlara da xidmət edəcəklər. Və qeyd etdiyiniz kimi artıq 2 ildir Şuşada Asan Xidmət Mərkəzi fəaliyyətdədir. Və həm Şuşa sakinlərinə, həm azad olmuş digər ərazilərdə artıq yaşayan vətəndaşlarımıza xidmət göstərirlər. Və bildiyiniz kimi orada ümumiyyətlə o azad olmuş ərazilərdə şəhərlər, qəsəbələr, kəndlər sıfırdan qurulur. Orada məruz qalan o vandalizm aktlarının nəticələri hələ də bu illər ərzində aradan qaldırılır. Və eyni zamanda yeni salınan infrastruktura uyğun olaraq, ora köçürülən əhali sayına uyğun olaraq da bu 3 şəhərdə regional mərkəzlərin yaradılması planlaşdırılır. Qeyd edildiyi kimi böyük qayıdış proqramı sürətlə icra edilir. Qarabağa qayıdan keçmiş məcburi köçkünlərin sənədləşmə və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi prosesində hər hansı güzəştlər və ya növbədənkənar xidmətlər təqdim olunurmu? Təşəkkür edirəm sualınıza görə. Biz Asan Xidmət olaraq bilirsiniz, ora köç mərhələli şəkildə çox sürətlə baş verir və demək olar ki, hər ay yeni ailələr köçürülür müxtəlif rayonlarımıza və hər bir köç prosesindən sonra səyyar xidmət o rayona səfər edir və o müddət ərzində yeni köç etmiş vətəndaşlarımızın zəruri xidmətlərlə təşkil edir, dövlət xidmətləri ilə. Və əlbəttə ki, orada səyyar xidmət getdiyinə görə xüsusi növbədənkənar hansı güzəştə də ehtiyac yoxdur. Çünki hamısı bir qəsəbənin insanları, onlar eyni vaxtda xidmət ala bilirlər. Ülvi müəllim, Asan Xidmət modeli artıq bir sıra ölkələrdə tətbiq edilir, uğurla tətbiq edilir deyə bilərəm. Və hazırda Azərbaycan dəstəyi ilə neçə ölkədə Asan Xidmət mərkəzi fəaliyyət göstərir? Yəni, belə deyək ki, Azərbaycan modeli əsasında fəaliyyət göstərir və yeni ölkələr müraciət edibmi bununla bağlı və hansı ölkələrdir? Təşəkkür edirəm. Bəli, qeyd etdiyiniz kimi Asan artıq Azərbaycanın intellektual bir brendidir və ixrac olunur. Bir intellektual məhsul kimi, bir model kimi bütün ölkələrdə dövlət xidmətləri sahəsində əgər bir islahat aparmaq istəyirlərsə, ən yaxşı təcrübəni tətbiq etmək istəyirlərsə, onlar Azərbaycanın Asan modelinə müraciət edirlər. Təbii ki, bu da səbəbsiz deyil. Çünki bu ilk növbədə bilirsiniz, bu ölkə prezidentinin bir təşəbbüsüdür, bir innovasiyasıdır, bir modeldir və bu modelin Azərbaycanda uğurla tətbiqi əlbəttə beynəlxalq səviyyədə də ciddi maraq doğurubdur və bugün biz artıq 30-dan çox ölkə ilə müqaviləmiz var, sazişlərimiz var, hansı ki o ölkələrə biz Asan Xidmət modelinin öyrədilməsini, paylaşılması nəzərdə tutulur. Onu da qeyd edim ki, bu sazişlərin hər birində birinci maddədə birbaşa yazılıb Azərbaycanın Asan modelinin həmin ölkədə tətbiq edilməsi. Yəni, bütün sazişlərimizin əsas hüquqi əsası birbaşa budur. Yəni, çox vaxt bu ola bilər təcrübə mübadiləsi və s. ad altında ola bilər, amma bizim bütün sazişlərimiz elə deyil, birbaşa Azərbaycanın Asan modelinin həmin ölkədə tətbiqi və bu 30-dan çox ölkə bütün qitələri əhatə edir. Burada Avropada var, Asiyada var, Afrikada var, Amerika ölkələri də var. Yəni, demək olar ki, bütün qitələrin ölkələri Asan modelinin öyrənməsini və öz ölkəsində tətbiq edilməsini deməli, istəyirlər. Və bunun da səbəblərindən biri də Asana verilən beynəlxalq qiymətdir. Yəni, Asan xidmət hələ 2015-ci ildə dövlət xidmətlərinin təkmilləşdirilməsi nominasiyası üzrə BMT-nin mükafatına layiq görülübdür, birinci yerə layiq görülübdür. 2019-cu ildə isə rəqəmsal dövlət xidmətlərində innovasiyaların təşviqi üzrə xüsusi mükafata layiq görüldü 2019-cu ildə BMT tərəfindən. Yəni, dünyanın ən mötəbər təşkilatıdır BMT, 200-ə yaxın üzv
ölkələri var və BMT-nin sırf bu ölkələr içində Azərbaycanın bu dövlət xidmətləri modelinə bu cür 2 dəfə mükafat verməsi artıq digər ölkələrin də deməli marağına səbəb olur. Eyni zamanda bu Azərbaycan dövlətinin dövlət xidmətləri, dövlət idarəçiliyi sahəsində apardığı islahata verilən beynəlxalq bir mötəbər bir qiymətdir, bir tanınmadır. Və eyni zamanda hər il dünya hökumətləri sammiti keçirilir Birləşmiş Ərəb Əmirliyində və orada dünyanın ən qabaqcıl dövlət xidməti mükafatına layiq görülübdür. Bütün bunlar əlbəttə digər ölkələrin marağını, diqqətini çəkir və onlar asan xidmət modelini öyrənmək istəyirlər. Bilirsiniz, BMT-də xüsusi dövlət xidmətləri departament var və əsasən ölkələr dünyanın ən yaxşı təcrübələrini öyrənmək üçün ora müraciət edirlər və BMT bu zaman Azərbaycanı tövsiyə edir, Azərbaycanın asan modelini tövsiyə edir və beləliklə ölkələr bizə müraciət edirlər bu xidmətləri öyrənməyə. Və qeyd etdiyim kimi 30-dan çox ölkə ilə bu istiqamətdə işləyirik, amma 6 ölkədə artıq tamamilə tətbiq olunur. Yəni orada bizim burada olan kimi mərkəzlər var, xidmətlər göstərir və asan modelinin bütün komponentləri tətbiq olunur. Texnoloji yenilikləri, könüllü institutu, rəy sorğuları, vətəndaş məmnunluğu üçün aparılan işlər, yəni bütün bunlar eyni ilə asanda necədirsə, eyni cür həmin ölkələrdə tətbiq olunur. Gördüyünüz kimi burada həmin o ölkələrdir ki, hansı ki biz onlarla asan modelini paylaşırıq və 18 ölkə hal-hazırda müraciət edib onlardan əlavə ki, asan modelini öyrənməyə burada Vyetnam, Barbados, Çili, Liviya, Tacikistan, İraq, Baham adaları, Kenya, Qvineya, yəni bir çox ölkələr, Braziliya, Federasiya Respublikası, müxtəlif qitələrdən, müxtəlif ölkələr, bunlar hal-hazırda müraciət edənlərdir. Yəni qarşıda bizim əməkdaşlıq edəcəyimiz ölkələrdir. Və artıq qeyd etdiyim kimi Əfqanistanda, İndoneziyada, Özbəkistanda, Uqandada, Efiopiyada və Pakistanda artıq asan xidmət modeli tam tətbiq olunur. Bu 6 ölkədə ümumi götürsək, asan xidmət 750 milyona yaxın vətəndaşa xidmət göstərir. Yəni, dünya əhalisinin 750 milyonluq bir kontingentidir və bu bizim üçün əlbəttə qürurverici bir faktdır ki, Azərbaycanda qurulan belə bir model, belə bir sistem artıq dünyanın 700 milyondan çox əhalisinə xidmət göstərir. Və bu say getdikcə də artacaqdır. Və mən diqqət etmək istəyirəm əməkdaşlıq etdiyimiz ölkələrə. Orada ölkə var ki, 280 milyona yaxın əhalisi var, asan xidməti tətbiq edir. Ölkə var ki, 1 milyona yaxın əhalisi var, asan xidməti tətbiq edir. Yəni, bu deməkdir ki, bu model miqyaslana bilən bir modeldir. Yəni, asan xidmət modeli həm böyük əhali sayı olan, böyük ərazisi olan ölkələrdə də uğurla tətbiq edilə bilir. Eyni zamanda kiçik ölkələrdə də uğurla tətbiq oluna bilir. Bu, asanın unikallığını göstərən əlamətlərdən biridir. Çünki burada tətbiq olunan o metodologiya, bu yaxşı idarə etmə deyirlər, yaxşı idarəçilik sistemi ölkələrin hüquq sisteminə, ölkələrin mədəniyyətinə, mental tələblərinə asılı olmayaraq uyğunlaşa bilir, həmin ölkələrin mövcud sisteminə uyğunlaşa bilir və xidmət göstərə bilir. Bu məqamda maraqlıdır ki, ölkəmizin intellektual brendi olan asan xidmət modelinin tətbiqi üçün hər hansı ödəniş və ya lisenziya mexanizmi nəzərdə tutulurmu? Bununla bağlı bir plan varmı? Asan xidmət digər dövlətlərə asan xidmətin tətbiqi məsələsində bir məqamı ümumiyyətlə xüsusi vurğulamaq istəyirəm. Asan həm də özü-özlüyündə bir rəqəmsal transformasiyanın bir tərkib hissəsidir və həmin ölkələr həmin dövlətlər öz ölkələrində rəqəmsal transformasiyanı həyata keçirərkən asan xidmət modelinə həm də ona görə üst tuturlar ki, onlar Azərbaycanın dövlət siyasətini tanıyırlar, bəyənirlər, ona görə Azərbaycanın modelinə üstün tuturlar. Nə deməkdir bu? Bugün bilirsiniz, bir çox inkişaf etmiş ölkələr var, texnoloji cəhətdən, innovasiyalar cəhətdən kifayət qədər ciddi məhsulları var. Amma o ölkələr sırf Azərbaycan modelinə ona görə həm də ona görə müraciət edirlər ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində apardığı diplomatiyaya güvənirlər. Yəni, Cənab Prezidentin
apardığı siyasət həm də Asan Xidmətin genişlənməsinə xüsusi mümbit şərait yaratmış olur. Çünki biz digər dövlətlərin daxili işlərinə qarışmırıq, digər dövlətlərə nəyisə veririksə, onun əvəzində hansısa bir siyasi və uyğun olmayan, bərabər olmayan hansı bir tələblər olmur və bu güvən, bu etibar, Cənab Prezidentin yaratdığı bu beynəlxalq etimad mühiti həm də o cümlədən bizə də imkan verir ki, Asan Xidmət modelinin digər ölkələrdə tətbiqində uğurlu ola bilər. Və ona görə də mən bir məsələni vurğulamaq istəyirəm ki, bir çox ölkələr var, bax bu dedim 30-dan çox ölkədir. Ölkə rəhbərliyi həmin ölkələrə bir növ Asan Xidmət modelini hədiyyə etmiş olur. Yəni bir dostluq, bir əməkdaşlıq çərçivəsində o ölkələrə dəstək, o ölkələrin insanlarına, xalqına, hökumətinə dəstək münasibəti ilə biz Asan Xidmət modelinin orada tətbiqində dəstək oluruq, kömək oluruq. Bəziləri beynəlxalq təşkilatların dəstəyi ilə bu modeli öz ölkələrində tətbiq edirlər, yəni onların ayırdığı resurslar hesabına. Yəni müxtəlif formatda olur ölkələrlə əməkdaşlığın münasibətləri və ən əsası odur ki, bugün dövlətimiz bir çox sahədə inkişaf edirsə, beynəlxalq səviyyədə tanınırsa və biz öz təcrübəmizi digər ölkələrlə paylaşa biliriksə, bunun üçün tələbat yaranıbsa, bu Azərbaycanın həm çox tərəfli, həm iki tərəfli münasibətlərdə sərgilədiyi diplomatiyanın bir nəticəsidir. Ülvi müəllim, siz bir qədər əvvəl qeyd elədiniz, səyyar Asan xidməti ilə bağlı. Ümumiyyətlə, bax, bu layihə hazırda hansı miqyasda fəaliyyət göstərir və son illərdə bu xidmətdən neçə vətəndaşı bu xidmət əhatə edib və gələcəkdə bunun genişləndirilməsi nəzərdə tutulurmu? Səyyar xidmət, elə Asan xidmətin ilk yarandığı günlərdən qısa müddət sonra Cənab Prezidentin tapşırığı ilə artıq həyata keçirilməyə başladı. Qeyd etdiyim kimi 10 xüsusi avtobuslardır, hansı ki onların içi elə kiçik, mini bir Asan Xidmət mərkəzidir. Onlar qabaqcadan elan olunmaqla ölkə üzrə il ərzində ölkənin bütün rayonlarını, ən çətin relyefli ərazilərə belə səfər edirlər və orada vətəndaşlarımıza xidmətləri əlçatan edirlər. Bu çox vacib bir hissədir. Nəyə görə? Bilirsiniz, BMT-nin bir dayanıqlı inkişaf məqsədləri var. Bu, bütün ölkələr üçün beynəlxalq öhdəlik yaradan bir məqsədlərdir və oradakı məqsədlərdən, prinsiplərdən biri də heç kəsin kənarda qalmaması, hər kəs üçün əlçatan olmaq. Və sırf Asanın səyyar xidməti əlçatanlıq baxımından çox uğurlu bir həldir, hansı ki, digər ölkələr buna çox xüsusi maraqla qarşılayırlar və öz ölkələrinə tətbiq etmək istəyirlər. Çünki səyyar xidmət qəsəbələrə, ucqar qəsəbələrə gedir, kəndlərə gedir, rayon mərkəzlərinə gedir və vətəndaşların harasa getməsinə ehtiyac qalmır. Vətəndaşa öz qəsəbəsində, belə deyək, öz qapısında xidmət göstərir. Vətəndaş dövlətə yox, dövlət vətəndaşın yanına gedir. Bu yanaşma həm də eyni zamanda digər ölkələri də diqqətini cəlb edir və bugünə qədər təkcə səyyar xidmət 3 milyondan çox xidmət göstəribdir. Təkcə səyyar xidmət vasitəsilə. Və bu proses əlbəttə davam edir. İl ərzində qeyd etdiyim kimi bütün regionları, Asan Xidmət Mərkəzinin olmadığı regionlara səfər etməklə xidməti təşkil edir. Asan Xidmət insanları süründürməçilik vaxt itkisindən xilas etdi. Mərkəzlərdə vətəndaş məmnuniyyəti yüksək olsa da, bəzi hallarda sənədlərin yenilənməsi zamanı həmən onlayn, həm də canlı növbələrdə sıxlıqların olmasına bağlı şikayətlərə rast gəlirik. Vətəndaşların Asan Xidmət mərkəzlərinə gəlişini minimuma indirmək üçün bu istiqamətdə hansı işlər görülür? Təşəkkür edirəm. Əlbəttə, qeyd etdiyim kimi, ümumiyyətlə, yeni innovativ həllər, yeni rəqəmsal texnologiyaların tətbiqi vacibdir və Asan yarandığı ilk gündən bu prosesi davam etdirir. Süni intellekt həlləri, onları biz inkişaf etdirməklə çalışırıq vətəndaşlarımızın məmnuniyyətinin bu səviyyəsini daim qoruyaq. Çünki 13 il əvvəl 10 yaşlı uşaq, bugün artıq 23 yaşı var. O 10 yaşında olanda xidmətlər əvvəl necə idi, indi necədir, onu müqayisə etmək imkanı yoxdur, çünki görməyibdir. Bugün isə artıq 23 yaşlı
vətəndaşın tam hüquq və fəaliyyət qabiliyyətlidir, o xidmətlər alır və o Asana gəlir, keçmişlə müqayisə edə bilməz, etməməlidir də və əlbəttə o vətəndaşlarımızın yeni yanaşması, yeni tələbləri yaranır. Və bizim də işimiz əlbəttə o yeni tələblərə cavab verməkdir. Buna görə də xidmətlərimizi daim təkmilləşdirmək, biznes prosesi daim optimallaşdırmaq bizim əsas məqsədlərimizdən biridir. Və qeyd etdiyim kimi rəqəmsallaşma da bunun əsas hissəsidir. Bilirsiniz, rəqəmsallaşma özü-özlüyündə məqsəd ola bilməz, olmamalıdır. Rəqəmsallaşma bir vasitədir. Ümumi hədəfə, məqsədə çatmaq üçün bir metod, bir vasitə, bir həldir və o bir vətəndaşların rifahına yönəlməlidir və bir dəyər yaratmalıdır. Əgər rəqəmsallaşmanı biz dəyər yaratmadan, sadəcə trend xatirinə, dəb xatirinə deyək ki, hər şey rəqəmsallaşdıraq deyə bir məqsəd qoysa qarşımıza, o dəyər yaratmasa, onun nə vətəndaşa faydası olacaqdır, nə sahibkara, iş adamına faydası olacaqdır, nə cəmiyyətə, nə də dövlətimizə. Bu əlavə yalnız maliyyə, insan resursu və vaxt itkisinə səbəb olacaqdır. Ona görə asan xidmət olaraq da biz düşünürük ki, rəqəmsal həllər o halda tətbiq olunsun ki, o bir dəyər yaradır. Siz qeyd etdiyiniz kimi vətəndaşın hansısa gözləntisinin qarşılayır və vətəndaş üçün bir dəyər yaradır və sahibkar üçün bir dəyər yaradır və sonda dövlət bu əlavə dəyərdən bir qazanc əldə etmiş olur. Və təsadüfi deyil ki, məhz bu prizmadan da yanaşaraq Cənab Prezidentin süni intellektlə bağlı bir fəaliyyət planı təsdiq olundu. Eyni zamanda birinci vitse-prezident Mehriban xanımın rəhbərliyi ilə rəqəmsal şura yaradıldı. Bu çox vacibdir. Düşünürük ki, bununla həm təkcə asan xidmətdə yox, həm ölkə səviyyəsində dəyər yarada bilən və əsas hədəf ki, Cənab Prezident elan edib, Azərbaycanın dövlət siyasətinin mərkəzində vətəndaş dayanır. Bax, bu dəyərə xidmət edən bir rəqəmsallaşma prosesi baş verir, baş verəcəkdir və bu prosesin içində də asan xidmət öz xidmətlərini təkmilləşdirəcəkdir. Ülvi müəllim, asan xidmət artıq uzun illərdir ki, vətəndaşlara dövlət xidmətləri ilə yanaşı, həm də bir sıra xidmətlər göstərir. Bank, sığorta, hüquqi yardım, tibbi, tərcümə, foto və digər ödənişli xidmətlər göstərir. Ümumiyyətlə, bunlar bir məkanda təqdim olunur. Bu xidmətlərdən əldə olunan gəlirlərin formalaşması hansı hüquqi və maliyyə prinsiplərinə əsaslanır və 13 illik asanın fəaliyyəti dövründə ümumiyyətlə, bax, bu modelin təkmilləşdirilməsi zərurəti varmı? Hansı sahələr əsasən bu təkmilləşdirmənin zərurətini görürsünüz siz və qarşıya baxdıqda bu 5 il bundan sonraki müddətdə hansı yenilikləri vətəndaşlar gözləsinlər asandan? Ümumiyyətlə, doğru vurğuladınız. Bəli, asan xidmət təkcə dövlət xidmətlərinin göstərildiyi, təşkil olunduğu bir platforma deyil. Eyni zamanda özəl xidmətlər də burada göstərilir. Bir növ asan xidmət bir dövlət özəl tərəfdaşlığı platformasına çevrilibdir. Burada da əsas məqsəd vətəndaş məmnunluğunu təmin etməkdir. Çünki vətəndaş bura gəlir bir xidmət almağa, dövlət xidmət almağa, eyni zamanda onun bank xidmətlərinə, sığorta xidmətlərinə, tərcümə xidmətlərinə, digər hüquqi yardım xidmətlərinə ehtiyacı varsa, eyni zamanda o xidmətləri ala bilir. Yəni, bir binaya gəlməklə eyni vaxtda bir neçə problemini həll etmə imkanı yaranır. Bu sadaladığınız xidmətlər də asan xidmətin yaradılması haqqında fərmanda öz əksini tapıbdır və təbii ki, dövlət asan xidmət binaları dövlət əmlakıdırsa, həmin xidmətlər əmlak məsələləri komitəsi ilə bağlanmış müqavilət çərçivəsində xidmətlərini təşkil edirlər. Bu proses bu cür gedir. Eyni zamanda növbəti 5 illə bağlı dediniz. Əlbəttə, xidmətlərin sayının artırılması, çeşidlərinin artırılması və eyni zamanda xidmət proseslərinin avtomatlaşdırılması, rəqəmsallaşdırılması ilə bağlı, xüsusilə də süni intellektin yaratdığı imkanlardan faydalanmaq üçün burada süni intellekt həllərinin tətbiqi bizim növbəti illərdə hədəflədiyimiz əsas göstəricilərdir və
Hətta mən təqdim edə bilərəm. Artıq AI köməkçi var, süni intellekt köməkçisi var. Mən ona şərti olaraq Mr. Asan deyirəm, cənab Asan. O hər həftə mənə xüsusi e-mail göndərir ki, Asanda nə baş verir? Bu ən sonu indi mən sizə açmaq istəyirəm. Son 7 iyula qədər olan həftədə 277.685 müraciət qeydə alınıbdır. Orta gözləmə müddəti 12 dəqiqə, orta xidmət müddəti isə 6 dəqiqə 80 saniyə təşkil etmişdir. Və sonra yazır əsas müşahidələr, nə olub, şikayətlər varsa nə olub, ən çox hansı mərkəz və sonunda tövsiyə verir mənə ki, nələri etsəniz proses daha da avtomatlaşdırıla biləcəkdir. Bilmirəm, o görsənə bilir, yoxsa yox. Və bu tövsiyələr əsasında biz həmkarlarımızla birgə nə edə bilərik? Biznes prosesini necə optimallaşdıra bilərik? Vətəndaşlar üçün necə daha əlçatan və daha operativ xidmət göstərə bilərik? Onun əsasında deməli, müzakirələr və qərarlar verilir. Yəni, demək istədiyim odur ki, bu cür həllər həqiqətən də vətəndaş məmnuniyyətinin təmin edilməsində, qorunub saxlamasında çox böyük faydası var və buradan biz suallar verə bilirik. İstənilən datanı bizə verə bilsin və ona uyğun biz qərarlar verə bilərik. Asan Xidmətin fəaliyyəti ilə bağlı şikayət və təkliflərin məzmunu barədə danışmağınızı istərdim. Narazılıq əsasən nələrdən olur və hansı təkliflər irəli sürülür? Bunlar nə dərəcədə nəzərə alınır? Çox sağ olun. Burada bir vacib məqama da toxunmaq istərdim. Yaxşı bir sualdır. Bu, Asan Xidmətin yaradılma məqsədi qeyd etdiyim kimi dövlət xidmətlərində şəffaflığı təmin etməkdir. İlk növbədə bu həm də korrupsiyaya qarşı mübarizə bir islahatı idi. İnstitusional bir islahatı idi, həyata keçirilməyə başlanmışdı. Və burada bizim əsas vəzifəmiz süründürməçilərə yol verməmək, korrupsiya elementlərinə, korrupsiya hallarına yol verməmək olubdur. Və bütün bu 13 il ərzində biz daxil olan şikayətləri araşdıranda görürük ki, Asandan bu günə qədər bir dənə də korrupsiya halına aid şikayət yoxdur. Yəni, mən gəldim bura xidmət almağa, məndən rüşvət istədilər və ya rüşvət almaq üçün müəyyən vəziyyət yaratdılar. Yəni, bu hal yoxdur. Bu çox sevindirici haldır. Bu o deməkdir ki, Asan Xidmət ilkin yaranma məqsədinə çatmışdır, ona xidmət etmişdir. Amma əlbəttə şikayətsiz olmaz. İnsan əməyi olan yerdə əlbəttə həmişə bir problem də ola bilər və əsasən texniki xarakterli şikayətlər biz alırıq. Misal üçün, bayaq digər sualınızda növbə ilə bağlı problem dediniz. Növbə nə zaman yaranır və bununla bağlı şikayət yaranır? Xidmət verən dövlət orqanının informasiya sistemi hansısa bir səbəbdən, texniki səbəbdən bir donur, yəni bir donma baş verir, avtomatik xidməti gözləmək olur vətəndaş. O problem aradan qalxana qədər. Və yaxud da bugün biz dövlət xidmətlərini göstərərkən vətəndaşdan tələb olunan məlumatı informasiya sistemindən dövlət orqanları çəkib alır və elə hallar olur ki, vətəndaşın hansısa məlumatı həmin informasiya bazasında yoxdur. Bu zaman artıq o vətəndaşın birinci o informasiyasını bazaya daxil etmək lazım gəlir. Sonra o bazadan informasiya mübadiləsi aparmaq lazım gəlir. Yəni, bu dövlət orqanları arasında olan informasiya mübadiləsində və dövlət orqanlarının informasiya sistemlərində olan o bazada informasiyanın olmaması və ya bazada donma halları şikayətə gətirib çıxara bilir. Və yaxud da bu mərkəzdə niyə mənim almaq istədiyim xidmət yoxdur? Bu tipli xidmətlər olur. Xidmətin vaxtında göstərilməməsi kimi hallar ola bilir. Yəni, xidmət 3 gün ərzində göstərilməlidir. Yəni, yerində baxış keçirilməlidir, deyək ki, texniki şərt verilməlidir və s. Bu 3 gün keçə bilər, 4 gün, 5 gün və s. Bu halda vətəndaş şikayət edə bilər. Yəni, şikayətlərin ümumi xarakteri bu sadaladığım hallarla bağlı olur. Daha çox texniki hallarla bağlı olur. Amma bununla da bağlı biz operativ həmin dövlət orqanları ilə əlaqə saxlanılır və bu problemin aradan qaldırılması üçün birgə səylər göstərilir ki, vətəndaş narazılığı, problemi həll olunsun.
Ülvi müəllim, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həm də şəhid ailələri və qazilərə dəstək məqsədi ilə yaradılan Yaşad fondunun da fəaliyyətini həyata keçirir. Ümumiyyətlə, son dövrlər fondun maliyyə imkanlarının məhdudluğu, bəzi qazilərin müalicəsi və digər problemlərlə bağlı ehtiyaclarının qarşılanması ilə bağlı çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılır. Ümumiyyətlə, bu iddialar nə dərəcədə doğrudur və ümumiyyətlə, fondun hazırki maliyyə vəziyyəti və vətəndaşların iyanələrinin dinamikası hansı səviyyədədir, daxil olmalar barədə məlumat verməyinizi xahiş edirik. Yaşad fondu Vətən müharibəsindən dərhal sonra Cənab Prezidentin fərmanı ilə yaradıldı 2020-ci ilin dekabr ayında. Burada əsas məqsəd o dövrdə bilirsiniz, vətəndaşlar individual şəkildə qazilərə, şəhid ailələrinə müəyyən dəstək olmaq istəyirdilər, yardımlar göstərmək istəyirdilər və bu bir platformadır. Cənab Prezidentin fərmanı ilə onu yaradıldı və əsas məqsəd də o idi ki, vətəndaşlar ümumi o yardım istəyini və həmrəylik istəyini bir platformada birləşdirsinlər və bu platforma vasitəsilə biz şəhidlərimizin ailə üzvlərinə, müharibə əlillərinə, qazilərimizə dəstək göstərə bilər. Bu nə üçün idi? Çünki bəzən olurdu ki, bir nəfərə hansısa formada, mediada, mətbuatda necəsə işıqlanırdı deyə daha çox yardım ora görənilirdi. Amma hansısa başqa bir nəfər tanınmır, bilinmirdi deyə onun hansısa problemi həll olunmaya bilərdi. Yəni, bu cür hallar. Ümumiyyətlə, ən əvvəl onu qeyd edim ki, bu kateqoriyadan olan vətəndaşlarımıza dövlətin ayrıca bir proqramı var, siyasəti var, dövlət siyasəti var və digər ölkələrlə müqayisədə kifayət qədər böyük, geniş spektrli bir dövlət siyasəti həyata keçirilir. Mənzillə təmin olunma, avtomobillə təmin olunma, müəyyən hallarla bağlı güzəştlər, kifayət qədər güzəştlər var. Yəni, bütün bunlarla yanaşı vətəndaşların, vətəndaş cəmiyyətinin, ayrı-ayrı şirkətlərin, iş adamlarının, sıravi vətəndaşların bir yardım istəyi varsa, bunu Yaşad platforması vasitəsilə həyata keçirə bilsin. Və ötən bu illər ərzində Yaşad fondu çox uğurla fəaliyyətini davam etdirdi və onu da deyim ki, Yaşad fondunun idarə edilməsi asan xidmətə tapşırılmışdı Cənab Prezidentin fərmanı ilə və bugünə qədər deməli 19.268 şəhid ailə üzvü və müharibə əlilləri, qazilərimizin 108 mindən çox, yəni 110 minə yaxın müraciəti məsələsi həll olunubdur Yaşad fondunun xətti ilə. Və bunun üçün 96 milyon manata yaxın vəsait xərclənibdir. Və bugün üçün qeyd etdiyiniz müalicə ilə bağlı hər hansı bir problem yoxdur. Ən azı bizə belə bir müraciət daxil olmayıbdır. Yaşad ilk əvvəl başlayanda şəhidlərimizin ailə üzvlərinin, müharibə əlillərinin o dövrə olan kreditlərinin ödənilməsi fəaliyyətini həyata keçirirdi. Mənzil təmirinin, avadanlıqlarla təmin olunması, məişət avadanlıqlarla təmin olunması fəaliyyətini həyata keçirirdi. Müəyyən təhsil xərclərinin ödənilməsi ilə bağlı fəaliyyəti həyata keçirirdi. Amma son dövrü yalnız müalicə ilə bağlı xidmətlərə fokuslanıbdır. Çünki bunun səbəbi də odur ki, birinci, o dövr üçün onun kreditlər artıq yoxdur, bağlanıbdır. Məişət şəraitinin yaxşılaşdırılması dövlətin xüsusi diqqət qayğısındadır, mənzillərə təmin olunma və s. Əlavə nəyəsə ehtiyac yoxdur. Təhsillə bağlı artıq bilirsiniz, həm şəhid ailə üzvləri, övladları, həm müharibə əlilləri təhsil haqlarından azaddır, dövlət hesabınadır. Yəni, buna görə Yaşad fondu fokuslanıbdır müalicəyə və müalicədə də çox vacib bir məsələdir ki, artıq icbari sığorta zərfi var. Mütləq əksəriyyət deməli, müalicə xərcləri o sığorta zərfinə daxildir. Yaşad o zaman müdaxilə edir ki, həmin o problem, belə deyək, o xəstəlik, sağlamlıqla bağlı vəziyyət icbari sığorta zərfində yoxdur. O zaman artıq Yaşad fondunun vəsaiti ilə əməliyyat oluna bilir, müalicə xərcləri, dərman vasitələrlə təminat və s. həyata keçirilir. Bundan əlavə Yaşad fondu ümumilikdə deməli 87
əlavə tədbirlər həyata keçirir. Buna aiddir şəhid uşaqları üçün yaşat düşərgələri, yeri gəlmişkən bu hal-hazırda davam edir Lənkəranda. Fürsətdən istifadə edib vətəndaşlarımız da kim istəyərsə onlara baş çəkə bilər. Orada 13 yaşa qədər olan şəhidlərimizin övladları hər biri qrup şəklində bir həftə istirahət edir və istirahət müddətində müxtəlif təlimlərə, treninqlərə, əyləncələrə cəlb olunurlar. Bir asudə vaxtlarını səmərəli keçirməklə bağlı müxtəlif layihələr həyata keçirilir. Əlbəttə orada psixoloqların müşahidə ilə hər şey həyata keçirilir. Uşaqların dünya görüşünə, əhval-ruhiyyəsinə təsir edə biləcək, risk yarada biləcək belə deyək, oyun və əyləncələr kənarlaşdırılır, icazə verilmir. Eyni zamanda yay məktəbi, onu deyim ki, Londonda, Frankfurtda, İstanbulda, Antalyada şəhidlərimizin uşaqları hansılar ki, məktəbi yüksək qiymətlərlə başa vurublar, onlar xarici ölkələrə də demək, yay məktəblərinə cəlb olunurlar. Bu ildə avqust ayında yenə bir qrup şəhidlərimizin uşaqları orada yay məktəbinə gedəcəklər. Bu da onların dünya görüşünün artmasına, yeni mədəniyyətlərlə tanış olmasına, yeni dil öyrənməsinə çox fayda verən bir məktəbdir. Hədiyyə kərvanı hər il uşaqlar günündə bu ümumilikdə 8000 uşaq var, şəhidlərimizin uşaqlarından söhbət gedir. Onlara xüsusi hədiyyələr paylanır bütün ölkə üzrə və məktəb ləvazimatları hər il dərs prosesi başlanmışdan öncə bütün şəhidlərimizin uşaqlarına illik məktəb ləvazimatları təqdim olunur. Və Vətən müharibəsindən sonra 120 uşaq dünyaya gəlib, şəhidlərimizin övladları və biz onlar üçün xüsusi bir tədbir həyata keçirdik. Hər bir uşağın adına bankda hesab açılıbdır və 5000 manat o hesaba qoyulubdur. Onlar deməli 16 yaşına çatana qədər o hesaba toxunulmur və onun üzərinə əlbəttə illik faizlər gəlir və o uşaqlar artıq 16 yaşına çatanda onların bankda kifayət qədər bir məbləği yaranacaq ki, onlar təhsilə xərcləyə biləcəklər onu və yaxud da hər hansı bir işə başlamaq istəyirlərsə ilkin o bir vəsait kimi, investisiya kimi istifadə edə biləcəklər. Yəni bu da çox yaxşı düşünürəm layihələrdən biridir ki, gələcək təminatlarına bir əlavə dəstək formalaşmaq olur. Və ən əsası Yaşad fondu yaradılarkən onun xüsusi deməli saytı var, portalı var. Hər bir vətəndaş ora daxil ola bilər. Orada hesabatlıq bölməsi var və hesabatlıq bölməsində adlı siyahı var. Bayaq qeyd etdiyim 18 mindən çox şəxs müraciət edib. Onlara hansı xidmətlər göstərilib, hansı yardımlar edilibdir. Onun ödənişi təsdiq edən sənəd və videosu ilə birgə ad-ba-ad bir hesabat var. Yəni 95 milyon manatdan çox vəsait xərclənibsə, kimə, hara, necə, nə qədər, nə üçün xərclənibdir, istənilən Azərbaycan vətəndaşı belə deyək, audit edə bilər bu hesabatlıq əsasında. Yəni bununla da biz fondun şəffaflığını təmin etmiş oluruq ki, insanlarda bir etibar formalaşsın ki, onlar bilsinlər ki, onlar iyanə edərlərsə, o iyanə hara, necə xərclənir. Və bugün üçün əlbəttə bu ötən 6 il ərzində həm problemlərin sayı kəskin azalıbdır, yəni 6 il əvvəlki qədər müraciətlər yoxdur. Buna uyğun iyanələrin də sayı azalıbdır, bu da düşünürəm təbii bir azalmadır. Amma demək istəyirəm ki, Yaşad fondu vətəndaşlar üçün yaradılmış bir iyanə platformasıdır. Əgər vətəndaşlarımız iyanə edəcəksə, Yaşad öz funksiyasını davam etdirəcək. Etməyəcəksə, artıq öz fəaliyyətini məhdudlaşdıracaqdır. Yəni, bu təbii bir prosesdir. Yəni, platforma sırf vətəndaşlarımızın iyanəsi hesabına formalaşır. Dövlət Agentliyinin kadr siyasətinə də toxunmağınızı istərdim. Kadr seçimində əsasən nələrə üstünlük verilir, əsas diqqət nələrə yönəldirilir? Əgər biz yüksək vətəndaş məmnunluğundan danışırıqsa, bu asanda işləyən əməkdaşlarımızın peşəkarlığıdır, onların yanaşmasıdır və ona görə də asan xidmətdə çalışmaq, ümumiyyətlə onu demək istəyirəm ki, asan xidmət vətəndaş üçün asandır, burada çalışan üçün biraz çətin xidmətdir. Çünki biz gündəlik qeyd etdiyim ki, 40 min vətəndaş qəbul edirik və hər bir vətəndaşla nəzakətli davranmalıyıq, gülərüz olmalıyıq.
kaprizlərə müəyyən mənada dözməliyik. Nəyə görə? Çünki bilirsiniz, vətəndaş gündəlik əsasda o dövləti görməyə bilər. Dövlətə toxunmaq olmur, dövləti görmək olmur, dövləti hiss etmək olmur. Və vətəndaş dövlətin nə vaxt hiss edir? Dövlətin xidmətinə ehtiyacı yarananda. Vətəndaş ildə bir dəfə ya 2 dəfə dövlət xidmətinə ehtiyac yaranır və o xidmət mərkəzlərinə gəlir. Bizim mərkəzdə, o məlumat köşkündə əyləşən əməkdaş vətəndaş üçün dövlətin bir simasıdır. Əgər o əməkdaş vətəndaş yanaşması göstərməsə, yəni necə kömək edə bilərəm deməsə, bu sualı verməsə, onun probleminə qayğı ilə yanaşmasa, güləriz olmasa, get-gələ salsa, vətəndaşın gözündə dövlət necə təsəvvür olunacaq bilirsiniz. Bunun əksi olaraq güləriz qarşılamaq, göz kontaktı, suallarına ətraflı cavab vermək, nəzakətli qarşılayıb yola salmaq artıq vətəndaşın gözündə həm də dövlətin müsbət imicinin formalaşması deməkdir. Ona görə də asan xidmətdə çalışmaq üçün yüksək səbir, əzm və təmkin tələb olunur. İlk növbədə qeyd edim ki, asan xidmət özü dövlət qulluğudur və burada asan xidmətə işə qəbul dövlət qulluğu haqqında qanunla tənzimlənir. Bir məsələni də deyim ki, asan xidmətin var öz əməkdaşları, var asan xidmətdə xidmət göstərən digər orqanların əməkdaşları. Bunlar fərqlidir. Düzdür, hər biri hamısı asan xidmət standartlarına uyğun xidmət göstərməlidir və bir vahid bir yanaşma var hər birinə. Amma bizim birbaşa işə götürdüyümüzdən söhbət gedirsə, bu dövlət qulluğu olur və biz burada da təbii ki, ilk növbədə dövlətini, xalqını, millətini sevən, sədaqətli və professional biliklərə, təcrübəyə malik olan şəxslər seçməyə üstünlük veririk təbii ki. Və bilirsiniz, asan xidmətdə bu illər ərzində böyük bir könüllülər ordusu formalaşıbdır. 45 mindən çox artıq gənc asanda könüllülük proqramına cəlb olunubdur, könüllü olubdur. Və könüllülük həm vətəndaşa xidmət göstərməkdə dəstək olmaqla yanaşı, onlar dövlət xidmətlərində, dövlət orqanında işləmə təcrübəsi əldə edirlər. Onların kommunikasiya bacarığı artır, onların konflikti idarə etmə bacarığı artır, streslərə daha dayanıqlı olur və daha çox o könüllülərdən seçməklə o təcrübə toplamış gəncləri işə cəlb olunur. Amma ümumilikdə təbii ki, dövlət qulluğudur və dövlət qulluğu qanunvericiliyinə uyğun olaraq seçim edilir və işə götürülür. Könüllülərlə bağlı danışdınız. Ümumiyyətlə, bu könüllülük proqramı ilə artıq məzun olanların statistik məlumatları varmı ki, yəni nə qədər məzun dövlət müəssisəsində işə düzəlib, nə qədər özəl sektorda işə düzəlib? Varmı elə bir statistik məlumat? Bəli. Qeyd etdiyim kimi, asan elə buradadır. 46.515 könüllü olub bu günə qədər, bu 13 il ərzində. Və bu könüllülər 950-dən çox layihə həyata keçiriblər. Yəni, onlar bu layihəyə həyata keçirməklə çox böyük təcrübə əldə etmiş olurlar. Və görürsünüz, 3400 nəfər işlə təmin olunubdur. Burada bir mən haşiyəyə çıxmaq istəyirəm. Könüllülüyün sonunda onların işlə təmin olunması nə asan xidmətin, necə digər hansısa bir təşkilatın birbaşa öhdəliyi deyil, vəzifəsi deyil və gənclər, tələbələr bu könüllü proqramına qoşularkən onların əsas məqsədi də o deyil ki, mən sonra işə götürülməliyəm. Onların əsas məqsədi təcrübə toplamaqdır. Gələcək karyeraların qurulmasında, istər öz işlərinin qurulmasında, istər hansısa təşkilatda işə daxil olarkən bir növ təcrübə əldə etmək üçün bu könüllü proqramına qoşulurlar. O cümlədən asan xidmət də burada könüllü olubsa, onun mütləq işlə təmin olunması kimi bir öhdəliyi yoxdur. Lakin yenə də onların işlə təmin olunması üçün xüsusi asan kadr platforması yaradılıbdır və orada biz könüllülərimizin CV-lərini yerləşdiririk və şirkətlər, təşkilatlar, dövlət orqanları, qurumları orada baxıb özləri seçim edə bilib könüllüləri işə götürürlər. Və bu minvanla, sırf bu portal vasitəsilə bu günə qədər 3450 nəfər könüllü sonra da işlə təmin olunubdur və onun deyim ki, onların 1000-ə yaxını asan xidmətin özündə işləyir. Bugün
vaxtı ilə asan xidmətdə könüllüyə başlayan gənc artıq asan xidmətdə şöbə müdürüdür, departament rəhbəridir, qərarverici bir şəxsdir. Yəni kifayət qədər bir inkişaf yolu keçilibdir. Və onlar nəinki asan xidmətdə, digər qurumlarda, digər təşkilatlarda, istər özəl sektorda, istər dövlət sektorunda kifayət qədər ciddi pozisiyalara gəlib çıxıblar. Artıq öz təcrübələri ilə o təşkilatlarda işləyirlər. Ülvi müəllim, ümumiyyətlə ümumiləşdirsək, asan konsepsiyasının mahiyyəti nədən ibarətdir? Təşəkkür edirəm. Əslində, asan konsepsiyasını həm beynəlxalq müstəvidə özünə cəlb edən, digər dövlətləri də özünə cəlb edən, eyni zamanda Azərbaycanda da uğurlu tətbiqini yol açan onun mahiyyətidir əlbəttə. Asan xidmət ilk növbədə Cənab Prezidentin dövlət xidmətləri sahəsində institusional bir islahatıdır. Asan xidmət korrupsiyaya qarşı bir islahatdır. 2012-ci ildə bu xidmət yaradılarkən orada əsas prinsipləri o müəyyən olundu ki, şəffaflıq olmalıdır, operativ olmalıdır, hamı üçün əlçatan olmalıdır və bürokratiyasız olmalıdır. Bütün bunlar əlbəttə korrupsiyaya qarşı mübarizə siyasətinin bir tərkib hissəsi idi. Və ikinci, mən qeyd etdiyim kimi, BMT-nin İnsan Hüquqları Şurası bununla bağlı xüsusi qətnamə qəbul edibdir. Yəni, vətəndaş hüquqlarının realizə edilmə konsepsiyasıdır. Dövlət asan modelini, asan mərkəzlərini yaratmaqla vətəndaşlara öz hüquqlarını həyata keçirmə platformasını yaratmış oldu, imkanını yaratmış oldu. Digər BMT-nin dayanıqlı inkişaf məqsədlərinə cavab verən bir platformadır. BMT-nin dayanıqlı inkişaf məqsədləri, qeyd etdiyim kimi, bütün BMT üzv ölkələr üçün bir öhdəlikdir. Və orada bir neçə məqsədlər var ki, Azərbaycanın asan modeli birbaşa həmin o dayanıqlı inkişaf məqsədlərinə xidmət edir. Bu da Azərbaycanın bu sahədə beynəlxalq reytinqinə müsbət töhfə verir. Eyni zamanda BMT səviyyəsində dayanıqlı inkişaf məqsədlərinə Azərbaycanın bir xüsusi töhfəsi olmuş olur. Çünki Azərbaycan bu modeli paylaşmaqla, digər ölkələrlə paylaşmaqla həm də qlobal məqsədlər, dayanıqlı inkişaf məqsədlərinə xidmət etmiş olur. Və ən nəhayət, asan ümumilikdə rəqəmsal transformasiyanın əsas komponentidir. Çünki asan modelinin qurulması ilə, yaradılması ilə, həyata keçirilməsi ilə rəqəmsal transformasiyaya start verilmiş oldu Cənab Prezident tərəfindən. Və burada tətbiq olunan rəqəmsal həllər, eyni zamanda asan tərəfindən yaradılan, digər dövlət orqanları üçün yaradılan rəqəmsal həllər kifayət qədər çoxdur. 50-dən çox informasiya sistemi yaradılıbdır və bugün ayrı-ayrı qurumlar tərəfindən o istifadə olunur, inkişaf etdirilir və asan xidmətlərin standartlaşdırılması və onların asan indeks, dövlət xidmətlərinin reyestri və digər alətlərlə onların biznes proseslərinin optimallaşdırılması rəqəmsallaşmaq üçün əsas bünövrə sütun rolunu oynayır. Ona görə də yenə də digər dövlətlərin bu modelə müraciət etməsinin səbəblərindən biri də odur. Çünki bugün rəqəmsallaşma, rəqəmsal transformasiya dünyanın bütün ölkələri üçün prioritetdir. Əsas ümdə vəzifələrdən biridir və onlar bu transformasiyanın uğurla həyata keçirilməsi üçün Azərbaycanın asan modelini öz ölkələrində tətbiqində maraqlıdırlar və bu istiqamətdə işləyirlər. Və sizin sualınıza ümumiləşdirərək, cavab verərək demək istəyirəm ki, bu mahiyyəti, asanın mahiyyəti, yəni sadəcə gəldik, xidmət aldıq, getdik kimi rutin bir proses deyil. Bu cür daha böyük məqsədlərə xidmət edən bir unikal bir modeldir. Təşəkkür edirəm Ülvi müəllim suallarımızı cavablandırdığınız üçün. Müsahibimiz Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev idi. Sağ olun.